Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Ermənistan ilk dəfə olaraq Hindistandan alınan silah və hərbi texnika nümunələrini nümayiş etdirib. Mətbuat.az Armen Press-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə naziri Suren Papikyan rəsmi sosial şəbəkə hesabında məlumat verib və video görüntülər paylaşıb. Nümayiş, Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi General Anil Chauhanın İrəvana rəsmi səfəri çərçivəsində baş tutub. Nazirin sözlərinə görə, səfər zamanı Hindistanlı generala təkcə Ermənistanın yerli istehsalı olan silahlar deyil, həm də Hindistanın müdafiə sənayesi tərəfindən istehsal edilən və İrəvanın arsenalına daxil edilən silah sistemləri təqdim olunub. Tərəflər hərbi poligonda silahların imkanları ilə əyani şəkildə tanış olublar.